Əsl adı Məhəmməd Hüseyn, Behçəti Təbrizli olan Məhəmməd Hüseyn Şəhliyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində o zamanın tanınmış hüquqşünaslarından olan Hacı Mirağa Xoşçinablının ailəsində dünyaya gəlib. Məşrutə inqilabi illərində ailəsi Şəhriyarı Heydər Baba dağının ətəyində yaşayan nənəsinin yanına yollayır. İnqilab yatışandan sonra o ailəsinin yanına geri qayıdır. Şəhriyar ədəbiyyata marağı uşaqlıq illərindən yaranıb. O 7 yaşında Azərbaycan dilində, 9 yaşında isə farsça şeirlər yazmağa başlayıb. Hafizi Məhəmməd Füzulinin qəzəllərini oxuyub, onların bədii nümunələrindən bəhrələnib. İlk təhsilini Təbrizdə və Tehranda alıb. Behçət təxəllüsü ilə şeirlər yazmağa başlayıb. Məhəmməd Hüseyn Tehranda olarkən Behçət təxəllüsünü bəyənmir və 2 rəkət namaz qılır, sonra Hafizin kitabı ilə fal açır və bundan sonra özünə Şəhriyar təxəllüsünü götürür. Şəhriyar Tehrana gəldiyi ilk günlərdən ustad Əbülhəsən Səba ilə tanış olur. Mədrəsə təhsili başa çatandan sonra Tehran Universitetinin tibb fakültəsində təhsil alır. Tələbəlik illərində Süreyya adlı gözəl bir qıza vurulan Şəhriyar o qıza şeirlər əsd edir. Deyilənə görə həmin vaxt Süreyyanın şahın qohumlarından olan başqa bir nəfər də sevir. Qızın və şahın qohumları Şəhriyara təzyiq göstərməyə başlayır. Universitetin son kursunda şah rejimi onu Nişapura sürgün edir. Sevgilisi üçün bəstələnən şeirlərin içərisində ən məşhuru Yar Qasidi şeiri olub ki, sonradan şair bu şeiri ağlaya-ağlaya məclislərdə deyib. Şəhriyar sevgisini belə ifadə edib. Süreyyanın eşqi olmasaydı mən şair yox, həkim olardım. Bəzi mənbələrdə isə Şəhriyarın sürgün edilməsinə səbəb onun şah haqqında yazdığı qəsidədə şaha tənqid etməsi olub. 1937-ci ildə Şəhriyar sürgündən Təbrizə qayıdır. 20-ci illərin ortalarından etibarən o artıq istedadlı gənc şair kimi tanınmağa başlayır. Şəhriyar 1951-ci ildə ona böyük məşhurluq gətirən Heydər Babaya salam şeirini yazır. Bu poema Sabiq Sovetlər Birliyi xalqlarının 90%-nin dilinə tərcümə edilir və çap olunur. Şeirin Türkiyədə tanınmasının səbəbkarı isə Məhəmməd Əmin Rəsulzadə olur. 1952-ci ildə Şəhriyarın anası vəfat edib. Şair bundan bir il sonra Təbrizə gəlir və qohumları ona Əziz Həmid Xaliqi xanımla ailə qurur. Bu evlilikdən Şəhrazad, Məryəm və Hadi adlı 3 övladı dünyaya gəlir. 1967-ci ildə Quran yazmağa başlayır və onun 1/3 hissəsini tamamlayır. Şəhriyar Azərbaycanlı şair və yazıçılarla tez-tez məktublaşır. Yazışır. Molla Pənah Vaqifin 250-lik yubileyinə gəlməyi planlaşdırsa da buna mane olanlar da tapılır. Yazıçılar Birliyinin onun Bakıya gəlişi üçün dəvətnamə göndərir. Amma dəvətnamə Şəhriyara yox, başqa birinə çatır. Bu səbəbdən Şəhriyar çox arzulasa da Azərbaycana gələ bilmir. Onun gələ bilməməsində məyus olan həmkarı Məmməd Araz Gəlmədi adlı şeir yazır. 1974-cü ildə Şəhriyarın həyat yoldaşı Əzizə xanım dünyasını dəyişir. Şair bu hadisədən çox sarsılır. Özünü yaradıcılıq və ədəbiyyata avutmağa çalışır. Ustad ömrünün son illərində Tehranda yaşayır. Amma çox istəyirdi ki, Şiraza gedib Hafizin məqbərəsinin yaxınlığında yaşasın. Amma sonralar bu fikirdən dönür. Tehranda yaşamaqda yorulduğu üçün hara gedəcəyi barədə bir qərara gələ bilmir. Bir gün isə heç kəs ona hətta ailəsi ilə bildirmədən Tehrandan Təbrizə köçür. Ömrünün son günlərini Tehranın Mehri xəstəxanasında yatır. 1988-ci il sentyabrın 18-də dünyasını dəyişir. Öz vəsiyyətinə görə Təbrizdə dəfn olunur. Onun ölümü İranda milli şeir günü kimi qeyd olunur.